Avropa Dalğasına xoş gəlmisiniz. Avropa Dalğası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və gənc Avropa səfirlərinin təşəbbüsü ilə Avropa İttifaqına dair mövzuları işıqlandıran yeni bir podkast seriyasıdır. Məqsədimiz Avropa ilə bağlı yeni baxış bucağı təqdim etmək və sizi real təcrübələr və müxtəlif imkanlar ilə tanış etməkdir. Podkast seriyasının ikinci buraxılışı Avropa gününə həsr olunub və bu ay bizim üçün ən əlamətdar gün məhz Avropa günüdür. Avropa günü hər il 9 may tarixində Avropada və dünyanın bir çox yerində qeyd olunur. Çoxlarınızın bildiyi kimi Belçika Krallığının, eləcə də Avropa İttifaqının paytaxtı olan Brüsseldə hər il bu tarixi gün münasibətilə açıq qapı günü keçirilir və həmin gün Avropa Komissiyası və Avropa Parlamenti öz qapılarını hər kəsə açıq elan edir. Həmçinin Avropa İttifaqının işləmə mexanizmini öyrənməyə imkan verən müxtəlif tədbirlər təşkil olunur. Bu buraxılışımızın qonağı Jalə Ələkbərova Eurovibe kampaniyası çərçivəsində bu il Brüsseldə keçirilən açıq qapı günlərində iştirak edib və bizə bu maraqlı səfərdən öz təcrübəsini və təəssüratlarını bölüşəcək. Xoş gəlmisiniz Jalə. Salam, xoş gördük. Çox sağ olun dəvətiniz üçün təşəkkür edirəm. Sizi sosial mediada demək olar ki, hər kəs tanıyır, amma istərdik ki, bizim auditoriyamız üçün də özünüzdən biraz danışasınız. Jalə Ələkbərova kimdir və bu gün hansı rolda bizim qarşımızdadır? Mən Jalə Ələkbərova 2016-cı ildən etibarən influencer kimi, bloger kimi fəaliyyət göstərirəm. Bu məni daha çox belə deyək də tanındığım bir tərəfimdə. Mən eyni zamanda da inkişaf layihələrinin idarə edilməsi üzrə bir ekspertəm. Avropa Birliyi ilə əlaqəm ta 2012-ci ildən başlayır. Çünki Avropa Birliyinin, Avropa İttifaqının təklif etdiyi imkanları tələbə zamanından dəyərləndirməyə başlamışam və deyə bilərəm ki, həyatıma da çox müsbət təsir göstərib və bu gün də inanıram ki, bu podkast vasitəsilə başqalarına da nümayiş etdirə biləcək ki, necə onlar da mənim kimi Avropa İttifaqının təklif etdiyi imkanlar vasitəsilə həyatlarını dəyişə bilərlər. Wow, Jalə, doğrudan çox maraqlıdır sizin həyat yolunuz, Avropa İttifaqı ilə yolunuzun kəsişməyi. Və Jalə, bildiyimiz kimi hər il Avropa İttifaqının döyünən qəlbində Brüsseldə təntənəli şəkildə Avropa günü keçirilir və ötən il bu tədbirdə Azərbaycanı təmsil etdiyim üçün sizin kimi mən də özümü çox şanslı sayıram. Düzdür, bu tədbir məndə yadda qalan təəssüratlar, xoş xatirələr buraxmışdı, amma mən sizdən eşitmək istəyərdim. Bu il keçirilən Avropa günlərində sizin üçün ən maraqlı, ən yadda qalan 3 məqamı bizdən bölüşərdiniz. Əlbəttə, ümumiyyətlə mən deyə bilərəm ki, 2 dəfə Avropa günü yaşamışam, təcrübə etmişəm. Bəli, 2 dəfə olubdu. Çox maraqlı idi. İlk dəfə getdiyim təcrübələrim, təəssüratlarım belə idi ki, bütün qurumlar xalqa açıq olur və bu necə gözəl bir təcrübədir ki, gedirsən Avropa İttifaqı Şurasının daxil olursan, oradakı görüşlərin baş tutduğu otaqlara baxa bilirsən, rəsmilərin əyləşdiyi otaqları ilə tanış ola bilirsən. Bu məni çox təəccübləndirmişdi. Normalda belə empatiya qurmaq çox çətindir, çünki Avropa İttifaqı Şurası bizdən çox uzaqdır. Amma belə düşünsən ki, prezident aparatı və Milli Məclis qapılarını açır və sən gedirsən oradakı rəsmilərin yerlərində əyləşirsən, bu daha belə deyək də insanları belə təəccübləndirə bilir və bunu orada yaşamaq, yəni Avropa İttifaqının Şurasına daxil olmaq, Avropa Komissiyasına daxil olmaq ki, mən ələxüsus Avropa Komissiyasının təklif etdiyi imkanlardan yararlanmışam, Erasmus Plus kimi, European Solidarity Corps kimi o qurumlara girib görmək məni çox sevindirmişdi. Bu birinci vacib məqam idi. İkinci vacib məqam rəsmiləri görmək imkanı. Yəni Avropa Komissiyasında açıq qapı günü olanda daxil olursan və həmin o stendlərə yaxınlaşdıqda görürsən ki, belə deyək də, rəsmi bir nümayəndədir, sənin onunla danışmaq imkanın olur, kommunikasiya qurmaq imkanın olur ki, bu dəfə də çox şanslı idim. Mrs. Pia ilə tanış oldum, belə deyək, və ona öz təşəkkürümü bildirə bildim, öz təcrübəmi bölüşə bildim Azərbaycandan olan. Çox əla, Jalə. Hətta mən də bununla bağlı bir təcrübəmi bölüşmək istərdim ki, mənim yadımdadır ki, biz ötən il açıq qapı günlərində digər ölkələrdən olan gənc Avropa səfirləri ilə birlikdə bir sıra Avropa İttifaqı institutlarını ziyarət etmişdik və hansı ki, bu çox dəyərli bir təcrübə idi bizim üçün və bu ziyarət zamanı həmin masa ətrafında Avropa İttifaqı üçün verilən qərarların ciddiliyini hiss eləyirsən, yüksək vəzifəli rəsmilərin gündəlik rəhbərlik etdiyi o mühiti canlı hiss eləyirsən, canlı görürsən, hansı ki, bu həqiqətən insana çox fərqli hisslər yaşadır düşünürəm. Sadəcə mənim bununla bağlı bir sualım var isə, siz emosiyalarınızı bölüşdünüz bununla bağlı. Bəs orada sizi bu ziyarət zamanı təəccübləndirən bir məqam
oldumu? Dediniz ki, "Wow, doğrudan da bu məni çox təəccübləndirdi." Məni çox təəccübləndirən məsəl üçün şəffaflıq perspektivindən orada gördüyüm Avropa belə deyək də ittifaqının öz əhalisi üçün, öz vətəndaşları üçün reallaşdırdığı layihələr idi. Məsəl üçün qərarların verilmə prosesində əhalini də cəlb edir və müəyyən insanlar seçilir belə deyək də və o insanlarla görüşlərin keçirilməsi, əhalinin müəyyən qərarların verilməsində iştirakı və bu təşəbbüs məni çox təəccübləndirmişdi. Bəs Jalə, ümumiyyətlə biz Avropa günü deyirik. Hər il 9 may tarixində Avropa günü keçirilir. Bəs sizin üçün Avropa günü nə ifadə eləyir? Şəxsi təcrübənizdə sizin nəyi təmsil edir bu gün? Mənim üçün əlbəttə ki, bu bir sülh belə deyək də qeyd olunan bir gündür. Qitədə olan sülhün başlanğıcı da ola bilər belə deyək də. Bu ildə 75 ili oldu Şuman konvensiyasının. Mənim üçün nə ifadə edir? Mənim üçün bir daha bir minnətdarlıq ifadə edir. Çünki doğrudan da bu imkanlar mənə tanınan, mənim həyatıma müsbət təsir göstərdiyi üçün bir daha xatırlatmadır ki, necə ki mən yararlanmışam bu imkanlardan. Bugün də zamanıdır ki, başqaları ilə paylaşım və o insanlar da bu imkanı dəyərləndirsinlər. Bir daha bir minnətdarlıq günü deyək. Aha, çox maraqlıdır oradan bu perspektivdən yanaşmağınız. Jalə, düşünürəm ki, bizim izləyicilərimiz üçün də maraqlı olacaq bir sualdır. Bu qədər Avropa İttifaqı imkanlarından danışırsınız, gənclər üçün olan imkanlardan. Bəs sizin ilk təcrübəniz necə olub? Necə Jalə bu imkanlardan yararlanmağa başlayıb? Siz məni lap 12 il öncəsinə apardınız bu sualla. Mən 12 il bundan öncə başlamışam və ilk getdiyim layihə, onda heç Erasmus belə adlanmırdı, Youth in Action adlanırdı. Bəli. Və Youth in Action layihəsi vasitəsilə ilk Avropa ölkəmi kəşf etmişəm. Yəni mən ilk dəfə Avropaya, ilk dəfə Schengen vizasını sırf bu layihə vasitəsilə Çex Respublikasına gedərkən belə deyək də əldə etmişəm və getdim gördüm ki, Avropa necədir? Fərqli ölkələrdən olan Avropalı gəncləri də həmçinin orada təcrübə etdim. Onlarla bir həftə vaxt keçirməyi təcrübə etdim orada və çox maraqlıdır ki, bayaq dostlardan danışdıq sizinlə. Orada qazandığım dostluqlar ki, Estoniyadan olan dostum hal-hazırda da biz əlaqədəyik, artıq 12 ildir və onlar Azərbaycana gəliblər, mən Azərbaycanda gəzdirmişəm. İndi növbə məndədir ki, mən Estoniyaya gedim və onlarla vaxt keçirim. Jalə, düşünürəm ki, bu çox dəyərli bir təcrübədir. Siz bizimlə bölüşdünüz və düşünürəm biz bu əlaqələri heç zaman itirməməliyik. Bu bizim həm şəxsi inkişafımız üçün çox vacibdir, həm də peşəkar fəaliyyətimiz üçün vacibdir. Jalə, bilirik ki, Brüssel bir çox mədəniyyətlərin kəsişdiyi, təmsil olunduğu beynəlxalq bir şəhərdir və 9 may Avropa günü ilə əlaqədar bu şəhərdə açıq qapı günləri keçirilir, müxtəlif tədbirlər təşkil olunur. Bəs maraqlıdır, bu tədbirlərdən yerli əhali, yerli vətəndaşlar nə dərəcədə faydalana bilirlər? Yəni sizin müşahidənizdə şəhərdə bayram əhval-ruhiyyəsi hiss olunurmu həqiqətən? Belə deyim, Şuman metro stansiyasının ətrafında çox böyük bir izdiham olur. Yəni həmin o qurumların qarşısında olan növbənin uzunluğundan başa düşürsən ki, nə qədər əhali bu tədbirə maraqlıdır və eyni zamanda da qurumların içərisində biz şanslıyıq ki, hər kəsdən öncə daha növbədən kənar daxil ola bilirdik və bir saat sonra görürsən ki, artıq qapılar açıldıqdan sonra necə intensiv olur, nə qədər çox insan gəlir və əlbəttə ki, görsənir ki, çox böyük maraqla qarşılanır həmin bir gün və əhali də aktiv şəkildə iştirak edir. Hətta mən deyərdim ki, ötən il məhz Avropa günü zamanı çox yağışlı bir gün idi və hətta ona baxmayaraq insanlar öz övladlarını belə gətirirdilər ki, həmin o qurumları ziyarət edə bilsinlər və düşünürəm ki, bu çox alqışlanması, təqdirə layiq bir addımdır. Gəlin biraz da sizin həmişə həvəslə danışdığınız, insanları, xüsusilə də gəncləri ruhlandıran bir mövzuya toxunaq. Azərbaycandakı gənclər üçün, yəni Azərbaycanlı gənclər üçün Avropa İttifaqında hansı imkanlar mövcuddur hazırda və bu imkanlara necə müraciət edə bilərlər faydalanmaq üçün? Mən belə dönə-dönə vurğulayıram ki, əlimdə olsa bütün Azərbaycan vətəndaşlarını, gəncləri Erasmus Plus imkanlarına yönləndirərəm, bir də European Solidarity Corps imkanlarına, hansını ki, Avropa Komissiyası gənclərin inkişafı üçün belə deyək də təqdim edir. Bir mənalı olaraq bu iki layihə, siz belə bir deyim də var, once Erasmus ever Erasmus, yəni ki, bir dəfə Erasmusu təcrübə edirsənsə, bu həmişəlik o xatirələr və o təcrübə səndə qalır və bu səbəbdən də çox istəyirəm ki, Azərbaycan gəncliyi mütləq şəkildə qısa müddətli layihələrdə iştirak etsin. Bu qısa müddətli layihələr Erasmus plus gənclik layihələri adlanır və ən gözəl tərəfi də odur ki, Avropa Komissiyası bunu sizin üçün maliyyələşdirir. Yəni yol xərci qarşılamır.
qarşılanır, qalmaq xərci qarşılanır və məqsəd gənclərin inkişafıdır. Mən o layihələr vasitəsilə ingilis dilimi də inkişaf etdirmişəm, peşəkar bacarıqlarımı da inkişaf etdirmişəm. Yəni 2012-ci ildə hər şey başlayıb və 2022-ci ildə mən təqaüd qazanıb İsveçdə təhsil almağa gedərkən mən bilirdim ki, mən bunu Erasmusa borcluyam. Çünki sırf o layihələr vasitəsilə sosial aktivliyin nə olduğunu kəşf etmişəm. Sırf o layihələr vasitəsilə ingilis dilimi və peşəkar bacarıqlarımı inkişaf etdirmişəm. Və həmçinin də European Solidarity Corps bu ümumiyyətlə möhtəşəmdir. Çünki bu layihə vasitəsilə ki, Azərbaycan dilində Avropa Həmrəylik Korpusu adlanır, siz ümumiyyətlə gedib Avropanı yaşamaq imkanı qazanırsınız. Gedirsiniz, yaşayırsınız, işləyirsiniz və əlbəttə ki, bunun da müqabilində ödəniş alırsınız. Bu da Avropa Komissiyası tərəfindən maliyyələşir. Bu iki imkan mütləq və mütləq hər kəs dəyərləndirməlidir. Çox maraqlıdır Jalə. Hətta mən sizi yaxından izləyən bir gənc kimi sosial mediada sizin olan təlimlərinizə də qoşulmuşam və hətta planımda belə var ki, qısa müddətli də olsa bu layihələrin birindən faydalanım. Çünki düşünürəm ki, hər birimizin karyerası üçün bu olduqca faydalı ola bilər. Jalə, bəs bu təcrübəni yaşamaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Hardan başlasınlar ilk olaraq? İlk olaraq öz CV-lərini yaratmalıdırlar. Bir mənalı olaraq sizin yaxşı bir CV-niz olmalıdır ki, bu layihələrə müraciət edə biləsiniz. Ondan sonrası ikinci addım əlbəttə ki, bu layihələri tapmaq lazımdır. Tapmaq üçün isə təşkilatları izləməyə başlamaq lazımdır. Bu ilkin olaraq Gələcək Körpü təşkilatıdır, Sağlam Düşüncə təşkilatıdır, Nayora təşkilatıdır, Erasmus Student Network Azərbaycan o təşkilatı da izləyə bilərsiniz və həmçinin də European Youth Portal var. Həmin bu veb sayt üzərindən çox sayda imkanları görəcəksiniz. Onları artıq dəyərləndirmək üçün də CV-niz ilə birgə müraciət etməyə başlayırsınız və bu layihələrə müraciət prosesi çox sadədir. Application formu var və eyni zamanda CV-nizi göndərirsiniz. Seçildikdən sonra da müsahibə mərhələsinə keçirsiniz. Ondan da seçildikdən sonra gedirsiniz layihəyə. Jalə, müsahibə mərhələsi qeyd etdiniz. Bəlkə bunun üçün bizə 1-2 nümunə deyərdiniz ki, necə yaxşı hazırlaşmaq olar bu müsahibə mərhələsinə? Yaxşı, birinci növbədə layihəni araşdırmaq lazımdır. Layihənin mövzusu nədir və eyni zamanda siz o layihəyə nə töhfə verə bilərsiniz? Yəni vacib məqamda sizin layihə ilə olan əlaqəniz necədir? Sizin layihənin mövzusuna olan marağınız necədir? Bunları mütləq şəkildə öncədən hazırlaşmalısınız ki, tutarlı cavablar verə biləsiniz. Jalə, Avropa Günü çərçivəsində bizim Brüsseli kəşf etmək imkanımız da yaranır və düşünürəm ki, bu təcrübədən yararlanmaq istəyən gənclər üçün sizin tövsiyələriniz faydalı ola bilər. Sizcə Brüsselə səfər edənlər üçün mütləq görülməli yerlər və mütləq yaşanmalı olan təcrübələr hansılardır? Bir səyahət peşəkarı kimi, həvəskarı kimi necə bir planlama etsək düzgün olar, vaxt itirməmiş olarıq? Ümumiyyətlə onu deyə bilərəm ki, yəni Brüssel çox rəngarəngdir, çox maraqlıdır. Mərkəzi hissəsini zaten mütləq kəşf etməlidirlər. Bundan başqa mənim məsəl üçün bu səfərimdə zövq aldığım proses Brüsseldə velosiped sürmək idi. Yəni bunu aşırı dərəcədə təcrübə etməyinizi istərdim ki, velosiped sürəsiniz Brüsseldə, çünki çox gözəl velosiped zolaqları var və bu prosesdən zövq alacaqsınız. İkinci məsələ mənə görə çox vacibdir ki, Brüsseldə olan belə deyək parklardan zövq almaq. Çünki o qədər yaşıllıq, o qədər gözəl, o qədər genişdirlər. Yəni bu mərkəzi zaten mütləq ki gedəcəklər. Bu iki təcrübəni də yaşasalar inanıram ki, Brüsseldə mənim qədər zövq almış olacaqlar. Əslində deyirlər ki, Brüssel sadəcə Avropa İttifaqı institutlarının olduğu sıxıcı bir şəhərdir, amma biz bunu öz gözlərimizlə görmüşük də, deyə bilmərik ki, tamamilə doğrudur, yox. Əlbəttə ki, müxtəlif rəsmi qurumlar var, amma orada olan yaşıllıq, üfüqə qədər uzanan yaşıllıq, bəzi rəngarəng küçələr həqiqətən də insanı heyrətləndirir ki, belə bir memarlıq ola bilər. Hətta düşünürəm ki, Brüsselə səfər edənlər oranın xüsusi kulinariya ləzzətlərini də dada bilərlər. Məsələn, Belçika şokoladı, vaflisi, kartofu, bunlar da düşünürəm ki, onlar üçün çox necə deyirlər, siyahılarına sala bilərlər. Tamamilə razıyam. Jalə, bildiyiniz kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında güclü tərəfdaşlıq münasibətləri var. Mənim sualım belədir ki, sizcə bu əməkdaşlıq daha çox hansı sahələrdə özünü göstərir və gələcəkdə bizim gənclər üçün hansı yeni imkanlar yarana bilər? Mənim bildiyim həm iş təcrübəmdən və eyni zamanda influencer olaraq gənclərlə çalışdığıma görə Avropa İttifaqı çox fərqli şaxələrdə layihələr maliyyələşdirir. Bu belə deyək də qadınların, regiondan olan qadınların biznesə cəlb olunmasından başlayaraq gənclərin inkişafına qədər və bu çox gözəldir ki, fərqli istiqamətlərdə Azərbaycana dəstək olurlar və ən böyük dəstək də sırf Erasmus Plus çərçivəsində bizim təhsil mərkəzlərimizlədir, universitetlərlədir, universitetin əməkdaşlarının bilik və bacarıqlarını
artırılması yönümündə, hər hansı bir silabusların yazılması istiqamətində də bilirəm ki, çox geniş bir dəstək var. Və mən bunu çox yüksək qiymətləndirirəm, çünki inanıram ki, Avropa təhsili çox keyfiyyətlidir və Azərbaycan da o təhsildən bir nümunələr götürsə çox faydalı olar. Tamamilə sizinlə razıyam. Düşünürəm ki, bizim gənclər həqiqətən də Avropa təhsilindən, öz təhsillərini Avropada davam etdirərək bu sistemdən yararlana bilərlər və eyni zamanda Azərbaycana qayıdıb öz töhfələrini verə bilərlər. Bariz bir nümunəsi mənəm. İsveç təhsilimdən sonra qayıtmağımın məqsədi də o idi ki, həmin o təcrübələri Azərbaycanda tətbiq edək və Azərbaycanı da inkişaf etdirək. Çünki inanıram ki, bu bir tək qurumların deyil, həm də vətəndaşların öhdəliyidir ki, ölkəmizin rifahı üçün çalışaq. Tamamilə razıyam. Jalə, bəs Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində keçirilən bu beynəlxalq tədbirlər ki var, hansı ki biz də onun bir parçasıyıq. Bu tədbirlərdə iştirak etmək biz gənclərin dünya görüşünə, peşəkar fəaliyyətinə sizcə necə təsir göstərir? Bir mənalı olaraq müsbət təsir göstərir. Çünki baxın, siz həmin o layihələrdə iştirak edərkən, yəni gənclər bu layihələrə gedərkən, siz fərqli millətlərdən olan insanları kəşf edirsiniz və ən əsası da müsbət tərəfi odur ki, siz Belçikada layihəyə gedirsiniz, bir tək Belçikalıları deyil də, həm də fərqli ölkələrdən gələn insanları kəşf edirsiniz. Bu da nəyə gətirib çıxardır? Biz Azərbaycanda bəli, fərqli millətlərdən insanlarla birgə yaşayırıq, amma sırf ora getdikdə fərqli bir mühitdə həmin o insanlarla kommunikasiyada olmaq, o insanlarla birgə qrup işlərində çalışmaq bir mənalı olaraq sizin kommunikasiya bacarığınızı da inkişaf etdirir, təqdimat bacarığını da, kreativliyi də, yəni bilavasitə bu yumuşaq bacarıqlar adlandırdığımız soft skill'lara çox müsbət təsir göstərir. Həqiqətən də bu belədir. Çünki bu tədbirin bir hissəsi olaraq biz digər ölkələrdən olan gənc Avropa səfirləri ilə hələ də əlaqələrimizi saxlayırıq və hətta bir-birimizin ölkələrinə belə səyahət etməyi düşünürük. Hansı ki, bu çox dəyərli bir əlaqələrdir və bu əməkdaşlıq bizə bu kimi imkanlar təqdim eləyir. Artıq podkastımızın sonuna yaxınlaşırıq. Çox təəssüf ki, Jalə, amma yekunlaşdırmazdan öncə bir sualım da var sizə. Bir bloger olaraq sizcə biz öz podkastlarımızda hansı mövzulara yer versək gənclər üçün daha maraqlı, daha faydalı olar? Düşünürəm ki, bizim yeni təşəbbüsümüzlə bağlı sizin fikirlərinizi bir peşəkar kimi öyrənmək çox faydalı olardı bizim üçün. Avropa İttifaqının təklif etdiyi imkanlar çoxdur. Mən bilirəm ki, Azərbaycanda reallaşdırdığı layihələr də çoxdur. Bu layihələrlə bağlı insanları və gəncləri məlumatlandırsaq bu çox faydalı olardı. Çünki inanıram ki, onlar da bu imkanları dəyərləndirə bilərlər və eyni zamanda da onların inkişafı yönümündə gözəl-gözəl ekspertləri dəvət etsəz ki, həmin o ekspertlər öz təcrübələrini bölüşsün, bu da həmçinin gənclərə çox faydalı olacaqdır. Çox təşəkkürlər Jalə. Biz mütləq ki, müxtəlif mövzularda, xüsusilə də gənclər üçün faydalı ola biləcək mövzularda çox dəyərli qonaqlar dəvət edəcəyik. Ona görə bizi izləmədə qalın mütləq. Çox sağ olun Jalə. Sizinlə həmsöhbət olmaq doğrudan çox xoş oldu. Mənə də çox xoşdur, təşəkkür edirəm dəvətiniz üçün. Avropa dalğasında bir buraxılışın daha sonuna gəldik. Dinlədiyiniz və izlədiyiniz üçün təşəkkür edirik. Avropa dalğasındaydınız. Bizi izləmədə qalın.